Günəşdə hay 1,2 bal gücündə güclü alışma baş verib. Baku-Əs xəbər verir ki, bu barədə iyunun 18-də Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası laboratoriyasından məlumat verilib. Bakı vaxtı ilə təxminən saat 2-də Günəşdə ən yüksək hay səviyyəli alışma qeydə alınıb. Hadisənin ilkin qiyməti hay 1,2-dir. Alovlanmanın maksimal həddi Bakı vaxtı ilə saat 01:49-da müşahidə edilib, nəşr yazır. Laboratoriyanın müəyyən etdiyi ayın ən böyük iki alışması M8, 4 və M6, 3 səviyyələrində qeydə alınıb. Əvvəlki alışmalar əhəmiyyətli kütləvi atılmalarla müşayiət olunub, lakin onların trayektoriyaları planetlərin müstəvisindən yuxarı keçib. Mütəxəssislər təklif ediblər ki, Günəşin maqnit sahəsinin qlobal konfiqurasiyası son 2 gündə əhəmiyyətli dərəcədə dəyişməyibsə, yeni kütləvi atılmanın yerə təsir göstərməməsi ehtimalı var. Qeyd edək ki, iyunun 13-də yer kürəsində maqnit qasırğası başlayıb və G2-3 səviyyəsinə çatıb. Alimlərin fikrincə, daha sonra planet geomaqnit indekslərində güclü dalğalanmalarla mürəkkəb geomaqnit şəraiti dövrünə qədəm qoyub.